Azərbaycanda pensiya kapitalının formalaşması və hesablanması vətəndaşın rəsmi maaşı və həmin maaşdan ödənilən məcburi sosial sığorta haqları əsasında aparılır. Bəs pensiya kapitalı necə hesablanır? Bu barədə iqtisadçı Natiq Cəfərli bildirir ki, pensiya kapitalı birbaşa maaşdan edilən tutulmalar hesabına formalaşır. Onun sözlərinə görə, insanlar çalışdıqları müddət ərzində pensiya fonduna müntəzəm olaraq ödəniş edirlər. Qeyri-neft özəl sektorunda çalışan şəxslər maaşlarının 10%-ni məcburi sosial sığorta haqqı kimi ödəyirlər. Bu məbləğin bir hissəsi işçinin əmək haqqından tutulur, digər hissəsi isə işə götürən tərəfindən ödənilir. Ekspert qeyd edir ki, dövlət sektorunda çalışanlar üçün isə fərqli mexanizm tətbiq olunur. Belə ki, dövlət sektorunda işləyən şəxslər maaşlarının 3%-ni birbaşa öz əmək haqqından pensiya fonduna ödəyirlər. Bununla yanaşı, işə götürən tərəfindən də əlavə sosial sığorta haqları ödənilir. Natiq Cəfərli vurğulayır ki, şəxsin rəsmi əmək haqqı nə qədər yüksək, sosial sığorta stajı isə nə qədər uzun olarsa, gələcəkdə formalaşan pensiya kapitalı da bir o qədər çox olur. Pensiyanın məbləği məhz bu pensiya kapitalı və sığorta stajı əsasında müəyyənləşdirilir. Bu sesi xəbər üslubunda oxu və ciddi səslə oxu.